Bugün Azərbaycanda Gənclər Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-sində imzaladığı fərmana əsasən həmin gün Azərbaycan Gəncləri Günü elan olunub. O vaxtdan etibarən bugün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Gənclər siyasəti dövlət siyasətimizin əsas tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycan gəncliyinə özündən sonra miras qoyub gedən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə məhz ilk təsis etdiyi nazirlik də Gənclər və İdman Nazirliyi olub. Gənclər siyasətinin də başlanğıcı demək olar ki, o tarixdəndir. Təbii ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı. Və bu illər ərzində indi biz müqayisə edə bilərik digər dövlətlərlə, həm qonşu dövlətlərlə, ümumiyyətlə digər dövlətlərlə. Siz hər zaman eşidirsiniz ki, Azərbaycanın güclü gənclər siyasəti var və siz hər zaman müqayisə edə bilərsiniz digər dövlətlərlə. Elə Gənclər Gününü biz dedikdə, Gənclər Günü bir çox ölkələrdə qeyd olunmur, yəni bizdə bu xüsusilə qeyd olunmur və mən bunu hər dəfə sevə-sevə vurğulayıram ki, Gənclər Günü Azərbaycanda BMT-dən öncə qeyd olunur. Yəni biz elan etdik və bir il sonra yalnız BMT bunu Gənclər Gününü də qeyd etməyə başladı. Yəni biz orada da qabaqcıl olmuşuq. İndiyə qədər gənclərin sosial-iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən bir çox fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib, bununla yanaşı forumlar keçirilib, gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, müxtəlif gənclər təşkilatlarının formalaşması da onlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Ulu Öndərin qoyduğu bu siyasət bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugün Azərbaycan gənci öz sözünü beynəlxalq tribunalardan çatdırır. Ölkəmizi müxtəlif sahələrdə layiqincə təmsil edir. Üç rəngli bayrağımızı yüksəklərdə dalğalandırır. Elə ölkəmizə keçirilən beynəlxalq tədbirlərdə də könüllü gənclərimiz tədbirin sütunlarını təşkil edirlər. Ölkəmizdə gənclərə çox böyük diqqət var, qayğı var. Təbii olaraq Azərbaycan gənci də bu məsuliyyəti dərindən anlayır. Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin göstərdiyi şücaət, qəhrəmanlıq bir növ dastana dönüb. Gənclərimiz yalnız hərbi sahədə yox, təhsil sahəsində, idman sahəsində, mədəniyyət, incəsənət, elm, texnika və digər sahələrdə bugün ölkənin aparıcı qüvvəsinə çevrilib. Könüllü hərəkatı da gənclərimizlə bağlıdır. Azərbaycan gəncləri könüllü fəaliyyəti ilə dünyanın diqqətini özlərinə cəlb edə biliblər. Dahi filosof Aristotelin dediyi kimi, gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər. Bu mənada gənclərin həyat təcrübəsi çox olmasa da, üzərinə götürdükləri öhdəlik və məsuliyyət çox böyükdür. Çünki onlar qalib Azərbaycan gəncliyinin nümayəndələridir.